şey olur. Yukarı bakmasın da anam yukarı bakmasın. Çıkarsın. Çıkara yukarıda çek. Çek, daha sonra öpürersin. Yok. Yanımlar orası. Tuta gel. Biraz. He. Ermənilərin dünyanı dağıda o murdar hiləgər planlar qurub hazırladığı planlar, murdar planlar hazırladıkları Əsgəran qalası. Baxın. Çaya baxın. Çaya baxın, çaya baxın oradan. Buradakı mənzərəni görürsünüz. Baxın Azərbaycanın torpaqları. Baxın. Yukarı bakın. Belə. Bunları da gösterdik size. Bəli. Allah bu torpaqların hamısının alınmasında, bize qaytarılmasında əməyi keçən bütün şəhidlərimizə, canını fəda edən bütün şəhidlərimizə Allah rəhmət eləsin. Bütün can sağlamlığını itirən, canını bu yolda qoyan bütün qazilərimizə Allah bərəkətli ömürlər versin. Şəfalı, bərəkətli ömürlər. Salam değerli dostlar, hər vaxtınız xeyir. Nəhayət gəlib çıxdıq Xankəndinə. Bəli, bax burası Xankəndi. Ermənilərin o qürur mənbəyi dediyi heykəlləri. Bax indi əskərlərimizin, ordumuzun, qazilərimizin sayəsində o qüruru çığlayırıq. Bax belə. Şükür Allah'ın bu gününe şükür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün qazilərimizə bərəkətli, şəfalı ömürlər versin Allah. Allah'ın bu gününe şükür. Allah'ın bu gününe milyon kere şükür. Aldığımız her nefes kadar şükürler olsun. Bak belə.
Nədir yazıblar ki, Qavaldaş da bizim deyil. Ha, Qobustanda var dedi. Yox deyirəm bəlkə ermənilər onda öz adlarına çıxıb. Çıxırlar da şərəfsiz. Görsən burada yaradı. Hara biraz çalsa, Qavaldaş. hara biraz çalsa bu taş yeyiləcək. Yumru daş lazımdır. Bak orada panel olmuş. Görsən söküşlər. Bu Şirazada görə. Günəş panelləri. Ha. Belə, dəyərli dostlar, Bunlar hamısı yazıb. Ağdam, ermənilərin qürur mənbəyi sandıqları, bax bu qürurlarının üstündən əskərlərimizin, qazilərimizin, ordumuzun sayəsində çığınıya gəlib bura çıxdıq. Ha, bravo, bravo. Ha, geçin. Baxın, bu cür gözəl relyefimizdə, bu cür gözəl təbiətimizdə ermənilər yaşasın. Qanımızı tökə-tökə, qanımızı içə-içə. Azərbaycanın hər guşəsi əzizdir, hər guşəsi gözəldir. Amma burada lap cənnətdir. Burada lap cənnətdir. Çəkəcəm, hələ hamımız kollektiv çəkəcək. Başı çəkəndə denən başı. Belə dəyərli dostlar, nəhayət ki 32 ildən sonra Şuşaya gəlib çıxdıq. Canımız Şuşamıza, doğma Şuşamıza. Əziz Şuşa, nəhayət ki sənə qovuşduq. Sənə qovuşmamızı təşkil edən oğullarımızdan Allah razı olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şuşanı bizə qovuşduran, Qarabağın bütün torpaqlarını, bütün müqəddəs torpaqlarımızı bizə qovuşduran şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə Allah şəfalı, bərəkətli ömürlər versin. Allah bütün ordumuzu qorusun, müzəffər ordumuzu. Belə. Buran havasını. Adam nəfəs çəkdi. Maşın yerimizdə yəni. Biz dolama var, o yer dolama. Elə bu da 44 günlük müharibənin fədakar qurbanlarının, şəhidlərimizin simvolu olan xarı bülbül. Belə dəyərli dostlar. Baxın bu əzəmətli ərazilər hamısı Qarabağın əraziləridir. Nuray xanım, nə hiss eləyirsiniz? Çox fərqli bir şey. Bəli, çox fərqli bir şey. Belə.
Dedim yaxşı dedim. Mama gel otur yanında. Belə. Bugüne milyardlar dəfə şükürlər olsun Allah'ım. Şuraya girdik. Geldik, ayağımız değdi şuraya nihayet 32 ilden sonra. Şuraya geldik. Böyle. Zaryat koyuyor maşın. Bura. Tabularda tarzda da bilen olsaydı sorma bile. Bakın böyle güzel bir mənzərə. Hakan. Bir de kalıpsa biz de gelir. Yok demek hamsın giyipler. 32 ilimizin hakkı var. Bütün dünyanın ve Ermənilərin boynunda. Sabır elə biraz gəzək. Başını ta kendine getirmez, yemiyor. Yok hacamı gidiyor ya. Ha. Xətrimizə dəydilər. Gelin bura. Gecədən bölükdən. Qurumda. Beni videoya düşürdüler çünkü ben çok güzel çıkıyorum. Kırmızıdan varsa dedim ben de geldim. Piknik eleyenler de var. Ne güzel. Kırmızılar temizledim. Kırmızılar temizledim. Karalar kaldı. Tükenli de ihtiyatta.
Yani yetmiş onu. Yemeği burada daşıyan var. Yo Yolda bura. yer. Yemeği burada daşıyan var. Bilirəm, yo bura şəhərin. Əziyyət olur. Maşına buraxarsan bax. Ben olduğu yerde yürüdüm. Yok şurada. Yox. Ha da şurada. Hə, havasını alır. Gedim o heykəldə çəkim. Burada şükür ağaçlar qalıb. Ağaç qalıdır. Ağdamda qalmayıb amma. Allah onların belasını Gedim versin. oradan heykəldə çəkim gəlim. Yavaş-yavaş qalxaq yəni. Üzeyir Bey. Niye orada traktör? Ben şöyle bekliyorum. Bəlkə də. Üzeyir Hacıbəylinin abidəsi. Bəli, Şuşamız. Canımız Şuşamız. İfadə eləməyə söz tapa bilmirəm. Qoz iyi gəlir, qarzaqlı qoz iyi. Və belə. Cennet cennet.
Mən cənnət elə məhz bu cür təsəvvür edirəm. Mənim cənnətim bu əhmətlidir. Mənim cənnətim bu əhmətlimdir, Ağdamımdır, Qarabağımdır. Mənim cənnətim buradır. Bundan sonra da lap cənnətdir. Çünki şəhidlərimizin, müqəddəs şəhidlərimizin müqəddəs qanı qarışdı bu müqəddəs torpaqlarımızda. Belə. Qəhər məni boğur, danışa bilmirəm o qədər də. Asan deyil danışmaq. Bu 32 ildən sonra 44 günlük müharibədən, bir günlük antiterrordan sonra, yəni bütün bu yaşadıklarımızdan sonra danışmaq o qədər də asan deyil mənim üçün. Belə dəyərli dostlar. Belə dəyərli dostlar, Şuşanın içindəyik. Bax o, ermənilər tərəfindən ermənilərin güllələdiyi dahilərimizin, karifeylərimizin heykəlləri. Üzeyir Hacıbəyov, Xurşud Banu Natəvan və Bülbülün heykəlləri. Hansı ki ermənilər güllələmişdilər, sonra da xaricə satmışdılar və Polad Bülbüloğlu o heykəlləri geri aldı. Ora Xarı Bülbül Festivalının keçirildiyi yeriydi, hə? Ora oraydı. Məncə oraydı. Amma o Cıdır düzündəydi. Yox, o Cıdır düzündəydi. Hə, o Cıdır düzündəydi. Ay kız, getir sen. Bırak. Aydan, Türkçe bilmiyor. El yaptı yok. Evlerini dalıp ben kayası.
Hə, Cıdır düzü. Bu o Cıdır düzüdür ki, Paşinyan burada yallı gedirdi. Ay Paşinyan. Bir daha tekrar eləyirəm. Bu müqəddəsliyə, bu müqəddəs torpaqlarımıza, bu vətən namusdur. Namusumuza qovuşmağımıza səbəb olan, canını, həyatını fəda eləmiş bütün əskərlərimizə Allah kömək olsun. Allah qazilərimizə uzun ömür, can sağlığı, şəfalı ömürlər versin. Şəhidlərimizə Allah rəhmət eləsin. Dərin hüzünlə hamısını, dərin hüzün, əvəzsiz sevgi, sonsuz rəhmətlə hamısını anırıq. Allah rəhmət eləsin hamısını. Bak Paşinyan. Diqqətlə izlə, gözəl izlə. Cıdır düzündə öz sahibləri yallı gedir. Cıdır düzünün əsl sahibi olan türklər. Türk milləti. Azərbaycan Türk dövlətinin Türk milləti Cıdır düzündə yallı gedir. Yaxşı baxın. Bakın, Qarabağın, Şuşanın əsl sahiblərinin performansı. Şuşanın əsl sahiblərinin, bu torpağın əsl sahiblərinin
Allah bütün şehitlerimize rahmet eylesin. Allah gazilerimize şefalı, bereketli ömürler versin. Ben təxmin edirsiniz mənim keçirdiyim hissləri. Çox çətin danışmaq. Çox çətindir. Belə. Bugünə şükür. Allah'ım bugünə şükür. Yavaş gel buradan. Yavaş yavaş gel buradan. Yellənmə, yaxşı. Çalışdığım qədər yox. Vallahi çalışsan da çalışmasan da buranın bir dəfə xətası olur. Karşıdaki dumanlı dağlar. Gerek müziğin laf olma vereler. Buradan yok onu demirəm. Buradan düşməyinə düşəcəm mi sonra mı? Birdən şəkil çəkək sonra hə? Ben de düşünüyorum. Yo, bu sahile gel. Gel 40 plakan. Buradan birinci şəkil çəkək sonra. Gel burada ile çekip. Bax. Değerli izleyiciler. Bax. Ordumuzun o min əziyyətlə bir çiynində şəhid qardaşı, bir çiynində silahlı sursatı çıxdığı çıxdıqları sıldırım qayalardı buralar. Səbuhi bəy. Bilmirəm, mən körəlirəm, ona görə danışmaq istəmirəm. Oradan, bax, oradan çıxıblar. Buracıdır, düzü. Allah hamısının ruhunu şad eləsin. Onlarla beraber bütün əcdadlarımızın ruhu şad olsun. Məncə oldu da. İşimiz hələ ki yarımdır. Tam bitməyib işimiz. Bu kuraman özün atan yerdən sən şey deyərim. Belə. Oy, adam kurban oldu ki. Elə bir tək sınıb getdikcə elə belə gedir. Plakan. Yavaş sen oradan çıxma. Yox, bu vaxt olsa belə olurdu. Amma yazdı. Oradan çıx. May ayında. Bilən, may ayında bura var. Yavaş yellem. Yellem aşağı. Bilmem bırak. Hə, 84-də, hə. Ondan sonra 40 ildir də, xeyli şeydir. Bax bu qayalarla çıxıb. Şəhidlərimiz bu qayalarla. Bir çiynində şəhid yoldaşı, bir çiynində sursatı. De oradan düş kızım. Allah hamısına rəhmət eləsin. Ruhu şad olsun hamısının. Ömrü boyu unutmayacağıq. Yellənmə oradan Nuray. Bak bu qayalarla. Bak bu qayalardan keçiblər hamısı. Rəsmi, ta getmə, başım deyirəm. Get, çox getməyin. Hey, gəldilər. Bax buradır da, rəsmi. Bax belə, bax. Aşağını görürsünüz. Çox getmə qabağa Nuray. Çaya baxın, çay da azalıb ki, görürsünüz. Onun şırıltısı bura gəlir. Çox qabağa getmə. Gördüm. Əyilmə, yıxılarsan. Bax belə. İndi baxmağa ürək eləmədiyimiz bu sıldırımlardan ordumuz bu qayaları dırmanaraq
Geçen sizi çekeyim. Belə. At kritika deyip bak bak bak. Burada bir yerde Belə burada bir meşe var. Burada bir qaya var. Qızıl Qaya adında. Rəvayət var haqqında. Qızıl Qaya, qızılın varmı deyə səslənəndə əks səda verirdi. Qızıl Qaya, qızılın var deyə belə əks səda olurdu. Mən demək istəyirəm ki, o Qızıl Qayaya səslənəndə ki, qızılın var və Bəzi qayaları görsün Bəli. burada elədi. Bəli. Oradan təsəvvür et ki, oradan adam çıxır. bəli. Və indi o Qızıl Qaya bizə deyəcək ki, qızıldan daha qiymətli şəhid anıları var. Azərbaycanın müzəffər ordusunun şah əsəri. İncəlirdi. Belə. Ami. Gel de. Oy bırak, şeye bak, kartala bak. Ana. İyi onu aşağı indir. Adı doludur. O qayaların altında şey yuvaları var. Geç misin otel? Bir dənə göyün ağacdan çaya bak. Vaxt düşür. Doğru. Ana kartala video çek. Düzəldərsən. Qasım çək video, biraz video çək. Kadr çək ki, çəkəsən. Sən bunları sonra bilərsən. var idi. Ha, kadr çək belə. Yaxınlaşdır çayı, ona bax. Orada çay var. Ha, deyir çaydır da, bir də çay gedir. Orayla. Ha, çaydır, neymiş, yəni çiğlə gedir. Ha. Motor bizə neçə metr? Mən aldım, çək, öyle metr. Ya mənim çəkim çəkdə bir dənə. Demək ki, daldan qaçırdı da gətirdi. Ondan bəh. Zaman öz zaten qayanın Sinəsinə, ilməsinə. Halal olsun Azərsel. Burada işləyir. Bakıda işləmir, burada işləmir. Alo. Sən çıxma. Aynı birini də çək. Bax, bunu eləmək istəyirəm bu ayaqda. Məsafəni sizə göstərmək istəyirəm. Burada Xuraman qayasıdır. Bax o Vaqifin sevgilisi Xuraman ona xəyanət eləyəndən sonra özünü buradan atıb. Atıbmı, atıblarmı? Dəqiq deyil. Vaqif Dramında da var. Yox, var indi onu. Hə. Təxmin eləyirsən da. Çayların səsini eşidirsin. Bilmirəm indi videoya düşürmü, düşmürmü? Baxın aşağıdan çaylar gedir. Mən onu sizə göstərməyə çalışıram. Bəh. Bu sıldırım qayalardan əsgərlərimiz çıxıb suya tərəf. Allah ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfalı, bərəkətli ömürlər versin. Dünya durduqca, Azərbaycan var olduqca və Azərbaycan məhz belə oğulların hesabına var olacaq. Natavanın məzarının olduğu qəbristanlıq. Qarşıda gördüyünüzdə büstdə
Nevvabı. Yok ya adı okudu. Neçənci ildə. Gel gitme.